2023-cü il sentyabrın 19-da Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başladı. 23 saat davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Bu qələbədə danılmaz rolu olan hərbiçilərimizdən biri də Gizir Şəmşiyev İlham Şakiroğludur. Şəmşiyev İlham Şakiroğlu 1997-ci il aprel ayının 9-da Qazax rayonu Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2003-cü ildə Qazax rayonu Yuxarı Salahlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olur. 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirir. 2015-2016-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin en sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin en sayılı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət, hərbi qulluqçusu kimi xidmətə başlamışdır. 2020-ci ildə 2-ci Qarabağ müharibəsində İlham Şəmşiyev Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. İlham Şəmşiyevin göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamına əsasən Xocavəndin azad olunmasına görə, Baş nazir Əli Əsədovun sərəncamına əsasən isə Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşdur. İlham Şəmşiyev 2022-ci ildə Gizir hərbi rütbəsinə layiq görülür. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında İlham Şəmşiyev lokal xarakterli antiterror tədbirləri zamanı en sayılı komando hərbi hissəsinin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. O, sentyabrın 20-sində Qazax rayon Yuxarı Salahlı kənd qəbirstanlığında izdihamla dəfn edilmişdir. Qazax rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən şəhər ərazisində küçələrdən birinə ordenli şəhidimiz Gizir İlham Şəmşiyevin adı verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması zamanı döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə Gizir Şəmşiyev İlham Şakiroğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilmişdir.